Salam əziz izləyicilərimiz, Bərdədə işıq problemi həllini tapır. Dünən də Bərdə sakinləri müraciət elədi sosial şəbəkə vasitəsilə ki, işıqların sönüb yanmasından elektrik avadanlıqları sıradan çıxır. Bax, bu gün saat 12-yə 15 dəqiqə qalıb. Heydər Əliyev prospektində yenə işıq yoxdur. Demək, biz müraciət elədikcə Nazir işığa, elə bir acığa düşüb daha da işığı söndürürlər. Qardaş, bir fırtına yox. Gördüyünüz kimi, göydən yağış yağmır. Bax, bu nə məsələdir gündə Bərdədə işığın sönüb yanması? Dəfələrlə də müraciət edirik. Bildirik ki, Bərdədə acınacaqlı vəziyyət işığa həsrətik. Bu qədər də olmaz. Amma çox təəssüflər olsun ki, Azər işıq əhəmiyyət vermir. Və biz kimə müraciət edirik, kimə deyək dərdimizi? Nə qədər demək olar ki, bizdə Bərdədə illərləndir əziyyət çəkirik işığa görə. Xahiş edirəm o otaqlarınızdan çıxın, nümayəndələr göndərin Bərdəyə, bir sakinlərlə görüş keçsinlər. Görsünlər ki, illərdir bu insanlar nə zülm çəkir. Bəs belə bir zulmü bu Bərdəlilərə yaşatmaq olar. İnanın ki, əziyyət çəkirik. Biabırçılıqdır, rüsvayçılıqdır. Bu rüsvayçılığı Bərdədə aradan qaldırın. Neyniyək indi, nətər edəyək? Dərdimizi Azər işığa bildirməyək, kimə bildirək? Kim baxmalıdır bu işığa? Ya da gətirin Bərdəyə generatorlar paylayın ki, cəmaət hər kəs evinə bir generator qoysun. Sağ olun.